Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Deməli uşaqlar, biz bugün baxaq bölünmə əlamətinə. Hər bir uşağın mütləq şəkildə bilməli olduğu bir mövzudur. Yaxşı, baxaq. Bölünmə əlamətlərindən 2-yə bölünmə var, 3-ə bölünmə, 4-ə, 5-ə, 6-ya, 8-ə ümumiyyətlə bu qaydadan gedir. İndi gəlin baxaq hər biri haqqında ümumi məlumata. Deməli, 2-yə bölünmə əlaməti nədir? Əgər uşaqlar ədədimizin sonu 0, 2, 4, 6, 8. Bu rəqəmlərdən biri ilə bitirsə, deməli bizim bu ədədimiz 2-yə bölünür. Bir də deyirəm 0, 2, 4, 6, bir də 8. Bunlarla bitirsə 2-yə bölünür. Yox, əgər tək ədədlərlə bitərsə 1, 3, 5, 7, 9. Bu zaman 2-yə bölünmür. İndi nümunəyə baxaq. Bizə verilibdir böyük bir ədəd. Bu ədədi deyir ki, 134.564 ədədi. Bu ədəd 2-yə bölünür ya yox. Bunu biz tapmaq üçün deməli baxmalıyıq ilk öncə nəyə? Sonuncu rəqəminə baxıram. Sonuncu rəqəmi nə ilə bitir uşaqlar? 4 ilə bitir. Düzdürmü? Biz də dedik ki, sonu cüt rəqəmlə bitən ədədlər 2-yə bölünür. Deməli, sonu 4 ilə bitirsə, 4 cüt ədəddir. Deməli, bizim onda 134.564 ədədimiz elə 2-yə bölünəcək. Başqa bir nümunəyə baxaq. Deməli, 124.343 ədədi verilib. İndi baxaq görək bu ədəd 2-yə bölünür ya yox. Yenə də baxıram sonuncu rəqəminə. Sonuncu rəqəmi 3-dür. Biz nə dedik? Sonu cütlə bitənlər 2-yə bölünür. Sonu təkdir burada. Deməli bizim bu ədədimiz 2-yə bölünə bilməz. Bu oldu uşaqlar 2-yə bölünmə əlamətinin qaydası. İndi baxaq 3-ə bölünmə. 3-ə bölünmə nədir uşaqlar? Əgər ədədin rəqəmləri cəmi 3-ə bölünürsə, deməli bizim bu ədəd 3-ə bölünəcək. Yəni rəqəmləri cəmi dedikdə nəzərdə tuturuq. Bax, hər hansı bir ədəddir verilibdir bizə. Deyir, baxın, bu ədəd 3-ə bölünür ya yox. Biz bir də bu ədədi bölüb baxmırıq. Vaxtımız getməsin deyə. Biz artıq bölünmə əlamətlərini bilirik, qaydamızı bilirik. Qaydaya əsasən yoxlayırıq. 4, 3, 5, 6, 4, 10. Toplayıram. 4 ilə 3-ü toplayırıq 7. 7-nin üzərinə 5, 12. 12-nin üzərinə 6 gəlirik. Neçədir? 18. 18-in üzərinə 4 gəlirik. 22. 22-nin üzərinə də 7 gələndə olur 29. Baxın uşaqlar, 29 ədədi 3-ə bölünə bilər, bölünə bilməz. Deməli, 29 3-ə bölünmürsə, 435.647 ədədi də 3-ə bölünmür. Yaxşı, indi 3-ə bölünməyə aid başqa bir nümunəyə baxaq. Tutaq ki, verilib bizə 4526. İndi baxaq görək, bu 4526 ədədi 3-ə bölünürmü? Bunun üçün nə eləydik? Deməli, 4, 5, 2, 6 rəqəmləri cəmin tapırıq. 4-ün üzərinə 5, 9, 9-un üzərinə 2, 11, 11-in üzərinə 6, 17. Yenə də deməli 17 3-ə bölünmürsə, deməli bizim bu ədəd 3-ə bölünə bilməz. Yaxşı, indi başqa bir nümunəyə baxaq. 5436. Toplayıram. 5 ilə 4-ü toplayıram. 9, 9-un üzərinə 3 gəlirəm. 12, 12-nin üzərinə 6 gələndə 18. Deməli uşaqlar 18 ədədi 3-ə bölünür. Düzdürmü? 18 3-ə bölünürsə, deməli 5436 ədədi də 3-ə bölünəcək. Bu da oldu bizim 3-ə bölünmə əlamətimiz. Bir də xatırlayaq, əgər ədədin rəqəmləri cəmi 3-ə bölünürsə, deməli bu ədəd 3-ə bölünür. Yox, əgər 3-ə bölünmürsə rəqəmləri cəmi, onda bu ədəd 3-ə bölünmür. Yaxşı, indi baxaq, deməli 4-ə bölünmə əlamətinə. 4-ə bölünmə əlaməti nədir uşaqlar? Buranı silək. Deməli 4-ə bölünmə əlamətində deyir ki, əgər ədədin rəqəmləri sonuncu 2 rəqəmi ya 0 olmalıdır. Bax, son 2 rəqəminə baxırıq. Son 2 rəqəm 0-dırsa, bu ədəd 4-ə bölünür. Ya da sonuncu 2 rəqəmi mütləq şəkildə 4-ə bölünməlidir. Məsəl üçün, indi nümunə üzərində baxaq görək hansı ədədi götürə bilərik 4-ə bölünməsində. Məsəl üçün, bax, bura yazıram mən 8400. İndi baxaq görək, bax, 8400 ədədi. 8400. Bir dəqiqə qələmə qoyaq. 8400. 4-ə bölünmə əlamətində uşaqlar necə dedik? Sonuncu 2 rəqəmi ya 0 olmalıdır, ya da sonuncu 2 rəqəmi 0-a bölünməlidir.
Daha doğrusu 4-ə bölünməlidir. Deməli, baxıram 8400-ün sonunda 2 sıfır var. Biz dedik axı 4-ə bölünmə əlamətində. Sonu 2 sıfırla bitirsə, deməli bu ədəd 4-ə bölünür. Sonda 2 sıfırı gördük. Dedik ki, birbaşa ədədimiz 4-ə bölünür. Sonra baxıram başqa bir nümunəyə. 4568. Yaxşı, baxaq görək bu ədəd 4-ə bölünür. Yenə sonuncu 2 rəqəmə baxıram, 68-ə. Deməli, 68 4-ə tam bölünür. Neçə düşür? 17 düşür. Düzdürmü? 68-i 4-ə böləndə. Deməli, 68 sonuncu 2 rəqəmi 4-ə bölünürsə, bu ədəd də 4-ə bölünəcək. İndi baxaq 12563-ə. Görək bu ədədimiz bizim 4-ə bölünürmü? Sonuncu 2 rəqəminə baxıram. Sonuncu 2 rəqəm neçənə bitir? 63-nə. Yaxşı, biz nə dedik? Əgər sonuncu 2 rəqəm 4-ə bölünürsə, bu ədəd 4-ə bölünür. Baxıram sonuncu 2 rəqəm 63-də. 63 də 4-ə bölünmür. Onda bizim bu ədədimiz də 4-ə bölünə bilməz. Yaxşı, indi buranı silək, keçək 5-ə bölünmə əlamətinə. 5-ə bölünmə əlaməti nədir, uşaqlar? Əgər ədədin sonu 0 və 5 rəqəminə bitirsə, deməli bizim bu ədəd 5-ə bölünəcək. Deməli, ədədin sonu nə ilə bitməlidir? 0 və 5 ilə. Məsələn, bax, götürək burada 45. Sonu 5 ilə bitir. Deməli, bizim bu ədədimiz 5-ə bölünəcək. 1365. Sonu 5 ilə bitir. Deməli, bu ədəd də 5-ə bölünür. İndi başqa bir nümunə. 1466. 5-ə bölünmə əlamətinin sonu nə ilə bitməli idi? 0 və 5 ilə. Baxıram, sonu 6-dır. Deməli, bu ədəd 5-ə bölünə bilməz. Sonra 1260 verilib. Sonu 0 ilə bitir. Axı, qaydamızda bizə deyirdi da, sonu 0 ilə 5 ilə bitənlər 5-ə bölünür. Deməli, bu da 5-ə bölünəcək. Yəni, sonu, xatırlatma edək yenə də, sonu 0 və 5 ilə bitən ədədlərimiz bizim 5-ə bölünür. İndi 6-ya bölünməyə baxaq. Deməli, 6-ya bölünmə əlaməti necədir, uşaqlar? Əgər ədədimiz eyni zamanda həm 2-yə, həm də 3-ə bölünürsə, deməli, bizim bu ədədimiz 6-ya da bölünür. Bir də deyirəm 6-ya bölünməni. 6-ya bölünmə əlaməti odur ki, bizim ədədimiz eyni zamanda həm 2-yə bölünməlidir, həm də 3-ə bölünməlidir. İndi bunu nümunə üzərində göstərək. Bax, 8436. Baxaq görək, bu ədəd 6-ya bölünürmü? Bundan ötürü yoxlayırıq. Deməli, birinci baxıram burada nəyə? 2-yə bölünmə əlaməti necə idi, uşaqlar? Sonuncu rəqəmə baxırdıq da. Əgər sonu cüt ədədlə bitmişdirsə, deməli, bu ədədimiz 2-yə bölünür. Baxıram, sonu 6 ilə bitir. Deməli, 6 cüt ədəddir. Cüt ədəddirsə, birbaşa 2-yə bölünür. Bunu tapdıq ki, bu ədəd 2-yə bölünür. İndi yaxşı, 3-ə bölünməni yoxlayaq. 3-ə bölünmə əlaməti necə idi? Rəqəmləri cəmin tapırdıq. Əgər rəqəmləri cəmi 3-ə bölünürsə, bu ədəd 3-ə də bölünür. İndi 8-in üzərinə 4 gəlirəm. 12, 12-in üzərinə 3 gəlirəm. 15, 15-in üzərinə 6 gələndə 21. Baxın uşaqlar, 21 3-ə bölünürmü? Bölünür. Deməli, onda 21 3-ə bölünürsə, yəni rəqəmləri cəmi 3-ə bölünürsə, 8436 ədədi də 3-ə bölünəcək. Deməli, bizim bu ədədimiz həm 2-yə bölündü eyni zamanda, həm 3-ə bölündü. Deməli, bu ədəd 6-ya da bölünəcək. Baxın uşaqlar, elə bir misal ola bilər ki, baxarıq ki, elə gəl nümunə üzərində göstərim. Bax, silək bu hissəni burada göstərək. Deməli, nə nümunə yazaq ona? 3476. İndi baxaq görək, bu 3476 ədədi 6-ya bölünürmü? Aha, bir dəqiqə, buranı silim uşaqlar. Deməli, karandaşı da gətirək. 3476. Yaxşı uşaqlar, 3476 ədədi görəsən 6-ya bölünür. Tez yada salırıq 6-ya bölünmə əlamətini. 6-ya bölünmə əlamətini necə dedi uşaqlar? Dedik ki, eyni zamanda ədədimiz həm 2-yə bölünməlidir, həm 3-ə bölünməlidir. Baxıram 3476. 6, deməli sonu cütdür, 2-yə bölünür. İndi 3-ə bölünməni yoxlayaq. 3-ün üzərinə 4 gəlirəm, 7. 7-nin üzərinə 7 gəlirəm,
14. 14-ün üzərinə 6 gələndə rəqəmləri cəmi oldu 20. Yaxşı uşaqlar, 20 3-ə bölünür, bölünmür. Deməli, onda bizim 3476 ədədi 2-yə bölünsə belə 3-ə bölünmədi. Deməli, uşaqlar, əgər birinə bölünüb, birinə bölünmürsə, bu ədəd 6-ya bölünə bilməz. 6-ya bölünməsi üçün həm 2-yə bölünməlidir, həm də 3-ə bölünməlidir. Deməli, bu oldu bizim 6-ya bölünmə əlaməti. İndi buranı silək. Deməli, uşaqlar, baxaq 7-yə, 11-ə, bir də 13-ə bölünmə əlaməti. 7, 11, 13. Bu 3 əlamət, deməli, eyni qayda əsasında aparılır. İndi buranı silib bir-bir baxaq. 7-yə, 11-ə, bir də 13-ə bölünmə əlaməti. Deməli, uşaqlar, 7-yə bölünmə, 11-ə bölünmə, 13-ə bölünmə əlamətləri dedikdə, bax, bunu eyni qaydadan gedin, hər üçün. Deməli, bax, hər hansı bir ədəd üzərində göstərəcəm. Bax, ədəddir, verilibdir bizə. Hər hansı bir ədədi götürək. Məsələn, 43.000 olsun 765. Bu ədədi baxaq görək, bu ədədimiz bizim 7-yə, 11-ə, 13-ə bölünürmü? Qaydamız necədir uşaqlar? Bax, yadda saxlayın. Son 3 rəqəmi götürürsünüz. Bax, sonuncu 3 rəqəmi 765-i. Sonuncu 3 rəqəmdən çıxırsınız yerdə qalan ədədlər. Yəni, çıxırıq 43-ü. İndi 765-dən 43 çıxanda neçə olacaq? 722. Baxın uşaqlar, indi baxaq görək, 722 ədədi 7-yə bölünürmü? Baxıram ki, 722 ədədi 7-yə bölünmür. Düzdürmü? Tam bölünmür, qalıq qalır. Onda biz deyirik ki, 43765 ədədi 7-yə bölünə bilməz. Heç burada 722 11-ə də bölünmür, 13-ə də bölünmür. Deməli, bu 43765 ədədi ya 7-yə bölünmür, ya 11-ə, ya da 13-ə bölünmür. Deməli, qaydamız necə oldu uşaqlar? Həm 7-yə, 11-ə, 13-ə bölünmə əlaməti. Eyni qaydadır. Sonuncu 3 rəqəmi götürürük. Son 3 rəqəmdən yerdə qalan ədədi çıxırıq. Yəni, 765-dən çıxırıq 43-ü. Cavabımızı neçə aldıqsa onu bir-bir bölüb yoxlayırıq. 722 7-yə bölünsəydi, onda deyərdik ki, 43765 ədədi də 7-yə bölünür. Ancaq burada 722 ya 7-yə, ya 11-ə, ya da 13-ə bölünmədiyi üçün deyirik ki, bizim bu 43765 ədədi ya 7-yə bölünmür, ya 11-ə, ya da 13-ə. Yaxşı, indi başqa bir nümunəyə baxaq. Tutaq ki, 52481 ədədini götürək. Baxaq görək, bu ədəd 7-yə, 11-ə, 13-ə bölünürmü? Deməli, bölünmə əlamətimiz necə idi uşaqlar? Sonuncu 3 ədəddən, yəni 481-dən çıxırıq yerdə qalan ədədimizi, 52-ni. 481-dən 52 çıxanda uşaqlar neçə edir? 429. İndi yoxlayırıq. 429 ədədi uşaqlar 7-yə bölünür tam. Baxırıq ki, 429 7-yə tam bölünmür, qalıq alınır. Onda deyirik ki, 52481 ədədi 7-yə bölünə bilməz. Yaxşı, yoxlayaq, 11-ə bölünürmü? Deməli, baxıram, 429 ədədi baxırıq ki, 11-ə tam bölünür qalıqsız, düzdürmü? 39 düşür. Deməli, 429 ədədi 11-ə tam bölünürsə, deməli, 52481 ədədi də 11-ə tam bölünəcək. Sonra yoxlayıram. 429 ədədi görürəm ki, 13-ə də tam bölünür. Deməli, 13-ə də tam bölünürsə, 13-ə bölünəndə neçə düşür? 33 düşür. Deməli, əgər 429 ədədi 13-ə tam bölünürsə, bizim bu 52481 ədədi də 13-ə tam bölünəcək. Bu da oldu uşaqlar bizim bölünmə əlamətlərimizdən 7, 11, 13. İndi baxaq 8-ə bölünmə əlamətinə. Bir dəqiqə buranı silək. Keçək 8-ə bölünməyə. Deməli, 8-ə bölünmə əlaməti nədir uşaqlar? 8-ə bölünmədə, 4-ə bölünmədə biz sonuncu 2 rəqəmə fikir verirdiksə, dedik ki, 4-ə bölünmə necədir? Son 2 rəqəmi ya 0 olmalıdır, ya da sonuncu 2 rəqəmi 4-ə bölünməlidir.
8-ə bölünmədə isə uşaqlar, baxırıq, sonuncu 3 ədədi ya 0 olmalıdır, ya da sonuncu 3 rəqəmi 8-ə bölünməlidir. Məsələn, indi nümunə üzərində baxaq. Yazıram bura 14.000. Biz nə dedik? Dedik ki, sonu 3 dənə 0-la bitirsə, bu ədədimiz bildik ki, 8-ə bölünür. İndi biz 14.000-i 8-ə bölsək, doğrudan da bax, bölüb yoxlayaq görək. 14.000 8-ə bölünürmü? Deməli, 14-də 8 bir dəfə. Vururuq, alırıq 8. Çıxanda 6. 0-ı düşürdük yanına. 60-da 8 7 dəfə. Düşür 56. 60-dan 56 çıxanda 4. 0-ı düşürürəm yanına. 40-da 5 dəfə. Düzdürmü? 5-i də 8-ə vuranda 40. Deməli, buradakı artıq qalan 0-ı da yazırıq cavaba. Və biz qaydada nə demişdik? Demişdik ki, əgər ədədin sonu 3 dənə 0-la bitirsə, bu ədədimiz bizim 8-ə bölünəcək. Doğrudan da 14.000-in sonu 3 dənə 0-la bitdi. Şifahi olaraq dedik ki, bizim bu ədədimiz 8-ə bölünür. Hətta bölüb baxdıq, 14.000-i 8-ə gördük ki, 1750 düşür. Bir də deməli yenə də sonuncu 3 rəqəminə baxırıq. Tutaq ki, 1128 verilibdir bizə. Deyir ki, bu ədəd 8-ə bölünürmü? Qaydamız necə idi? Sonuncu 3 dənə rəqəmə baxıram. Sonuncu 3 rəqəm neçədir? 128. 128 baxaq görək 8-ə bölünür. Baxırıq ki, 128 8-ə bölünür, 16 düşür. Tam bölünür, qalıqsız. Onda deməli 128 8-ə bölünürsə, onda 1128 ədədi də 8-ə bölünəcək. İndi bir də deyirəm, yadda saxlayın. Əgər ədədin sonu 3 dənə 0-la bitirsə, bu ədəd 8-ə bölünür. Bir də sonuncu 3 rəqəm 8-ə bölünürsə, deməli bizim bu ədədimiz 8-ə bölünəcək. İndi keçək 9-a bölünmə əlamətinə. Buranı silək uşaqlar. Deməli, 9-a bölünmə əlamətinə uşaqlar. Deməli, həm 9-a bölünmə əlaməti, həm də 3-ə bölünmə əlaməti. Bu iki əlamətin qaydası eynidir. Və 3-ə bölünmə əlamətində necə dedik uşaqlar? Dedik ki, əgər ədədin rəqəmləri cəmi 3-ə bölünürsə, bu ədəd 3-ə bölünür. 9-a bölünmə də eynidir uşaqlar. Baxırıq, əgər ədədin rəqəmləri cəmi 9-a bölünürsə, onda bizim bu ədədimiz 9-a bölünür. Məsələn, yazaq indi bura hər hansı bir ədədi. Ədədimiz olsun 45639. İndi baxaq görək bu ədəd 9-a bölünür. Bunu yoxlamaq üçün nə eləməliyik? 4, 5, 6, 3, 9. Yəni rəqəmləri cəmin tapıram. 4-ün üzərinə 5 gəlirəm. 9, 9-un üzərinə 6, 15, 15-in üzərinə 3, 18, 18-in üzərinə 9, 27 edir. Baxın uşaqlar, 27 9-a tam bölünürmü? Bölünür. Onda buradan belə bir qərara gəldik ki, 45639 ədədi də 9-a tam bölünəcək. Bu da olur 9-a bölünmə əlaməti. Yaxşı, bir dənə də bölünməyən halına baxaq. 58341 ədədidir, verilibdir. İndi deyir, bu ədəd 9-a bölünür. Qaydamızı yada salırıq. Qaydanı necə dedik uşaqlar? Dedik ki, rəqəmləri cəmi 9-a bölünürsə, bölünür. Yox, əgər bölünmürsə, bölünmür. Deməli, burada rəqəmləri cəmin tapmalıyam. 5 ilə 8-i topladım 13. Üzərinə 3 gəldim 16. 16-nın üzərinə 4 gəldim, neçə elədi? 20. Üzərinə də 1 gələndə 21. Deməli, rəqəmləri cəmi 21 oldu. 21 də baxırıq ki, 9-a bölünmür. 21 9-a bölünmürsə, yəni rəqəmləri cəmi 9-a bölünmürsə, 58341 ədədi də 9-a bölünə bilməz. İndi baxaq uşaqlar, deməli, indi 12-yə bölünmə, 14-ə, 15-ə, 18-ə, bir də 25-ə bölünmə əlamətlərin. Bunları da deyim, yadda saxlayın. Deməli, bunlar da lazım olacaq bir suallardır. 12-yə bölünmə əlamətində nəyə fikir verirsiniz uşaqlar? Biz 6-ya bölünmədə necə demişdik? Dedik ki, 6-ya bölünmədə əgər ədədimiz eyni zamanda 2 ilə 3-ə bölünürsə, bizim bu ədədimiz 6-ya bölünür. Eyni zamanda həm 2-yə bölünməli idi, həm 3-ə. Düzdürmü? Tutaq ki, 2-yə bölünüb
3-ə bölünmürdüsə, deməli bu ədəd 6-ya bölünə bilməzdi. Yəni bu da eyni qayda. İndi həmin qaydaya əsasən 12-yə bölünməni tapaq. 12-yə bölünmədə nəyə fikir verdik uşaqlar? Baxın, ədədimiz eyni zamanda həm 3-ə, həm də 4-ə bölünəcəksə, həm 3-ə bölünməlidir, həm 4-ə. Həm 3-ə, həm 4-ə bölünürsə, onda deyirik ki, bizim bu ədədimiz 12-yə bölünür. Məsəl üçün, bir dənə nümunə götürək, yazaq. Götürək, məsəl üçün, 12436. İndi baxaq görək, bizim bu ədədimiz 12-yə bölünürmü? 4-ə bölünmə, yoxlayıram. 4-ə bölünmə necə idi uşaqlar? Dedik ki, sonuncu 2 rəqəm 4-ə bölünürsə, bizim bu ədəd 4-ə bölünür. Sonuncu 2 rəqəmi 36-dır. 36 da 4-ə bölünür. Deməli, 12436 ədədi 4-ə bölünəcək. İndi yaxşı, yoxlayaq görək 3-ə bölünürmü? 3-ə bölünməsini yoxlamaqdan ötürü 1-in üzərinə 2 gəlirəm. 3, 3-ün üzərinə 4 gəlirəm. Neçə olur? 7. 7-in üzərinə 3 gələndə 10, 10-un üzərinə 6, 16. Deməli, 16 3-ə bölünmür. Düzdürmü uşaqlar? 16 3-ə bölünmürsə, deməli, burada birinə bölündü, birinə bölünmədi. Əgər bir ədədim 12-yə bölünməsini tapmaqdan ötürü hər ikisinə bölünməlidir. Əgər birinə bölünüb, birinə bölünmürsə, onda bu ədəd 12-yə bölünə bilməz. Burada da baxıram, 12436 ədədidir. Deməli, 4-ə bölünür, 3-ə bölünmür. Birinə bölünüb, birinə bölünmürsə, deməli, 12-yə bölünə bilməz. Bu ədədimiz 12-yə bölünmədi. 12-yə bölünməsi üçün ədəd hər ikisinə bölünməli idi. İndi yaxşı, 14-ə bölünmədə necədir? Eyni zamanda həm 2-yə bölünməlidir, həm də 7-yə bölünməlidir. Bax, hər hansı bir ədədi yazırıq, sonra yoxlayırıq. Bax, 12-yə bölünməni necə yoxladımsa, həmin qaydadan nümunə götürün, özünüz yoxlayın uşaqlar buna. Baxın, əgər ədədimiz eyni zamanda həm 2-yə, həm 7-yə bölündüsə, onda deməli bizim bu ədədimiz 7-yə bölünəcək, 14-ə bölünəcək. Yaxşı, 15-ə bölünmədə nəyə fikir verirsiniz? Əgər ədədimiz eyni zamanda həm 3-ə, həm 5-ə bölünürsə, deməli bu ədəd 15-ə bölünəcək. Tutaq ki, hər hansı bir ədəddir yazmışıq, baxırıq ki, gəlin nümunə üzərində göstərim. 45625. Baxaq görək, bu ədəd 15-ə bölünürmü? Baxıram birinci 5-ə bölünmə əlamətin. Sonu 5 ilə bitir, lap yaxşı. Deməli, biz dedik ki, sonu 5 ilə bitən ədədlər 5-ə bölünür. Deməli, bu ədəd 5-ə bölündü. İndi 45625-i yoxlayaq görək 3-ə bölünür. 3-ə bölünmə əlaməti necə idi uşaqlar? Rəqəmləri cəminə baxırdıq. 4-ün üzərinə 5 gəlirəm, 9. 9-un üzərinə 6 gəlirəm, 15. 15-in üzərinə 2 gələndə 17. 17-in üzərinə 5 gələndə 22. Baxıram ki, 22 3-ə bölünmür. 22 3-ə bölünmürsə, 45625 ədədi də 3-ə bölünmür. Deməli, 5-ə bölündü, 3-ə bölünmədi. Onda bizim bu 45625 ədədi 15-ə də bölünə bilməz. Bir də baxaq 18-ə bölünmədə. 18-ə bölünmədə eyni qaydana yoxlayırsınız. Burada uşaqlar, baxırsınız, əgər ədədimiz eyni zamanda həm 2-yə, həm 9-a bölünürsə, onda deməli bizim bu ədəd 18-ə bölünməlidir. Deməli, bir də deyirəm, 18-ə bölünməsi üçün ədədimiz eyni zamanda həm 2-yə bölünməlidir, həm də 9-a. İndi uşaqlar, bu qədər. Bir də 7-yə bölünmənin başqa bir qaydası da var. O qaydanı da deyim, onu da yadda saxlayın. Deməli, başqa qaydası nədir? Bir dənə buranı tam silək. Deməli, ədədin sonuncu rəqəmini 5-ə vurub, qalan hissə ilə toplayırıq. Yəni, nə deməkdir bu? Tutaq ki, bizə verilibdir 501 ədədi. İndi deyir ki, bax gör bizim bu 501 ədədimiz 7-yə bölünür. Bunu tapmaq üçün uşaqlar sonuncu rəqəmin 5-ə vurmalısınız. Bax, bu hissə əvvəldəki ədəd olduğu kimi qalacaq. 50 üstə gəlilsin. 1 vurulsun 5. Deməli, 1-i 5-ə vurursunuz. 5, 50 ilə də 5-i toplayanda 55. Deməli, 55 uşaqlar 7-yə bölünür, bölünmür. Onda deməli, 501 ədədi də 7-yə bölünə bilməz. İndi yaxşı, baxaq başqa bir nümunəyə.
351. Deməli, qaydamız necə oldu? Sonuncu rəqəmi 5-ə vururuq. Yazıram 35 üstəgəl 1 vurulsun 5. 1-i 5-ə vuranda 5, 35 ilə 5-i də toplayanda neçə edir? 40. Deməli 40 7-yə bölünmür. Onda 351 ədədi də 7-yə bölünə bilməz. İndi bir dənə də bölünən halına baxaq. Deməli 371. Baxaq görək 371 ədədi 7-yə bölünürmü? Deməli yazıram 37 üstəgəlinsin sonuncu rəqəmi, yəni 1-i vuraq 5-ə. Bərabərdir. 37 üstəgəl 5 alınır 42. Deməli 42 7-yə bölünür. 42 7-yə bölünürsə deməli 371 ədədi də 7-yə bölünəcək. Deməli uşaqlar bu qədər. Videonu bəyəndinizsə bəyən işarəsini basmağı unutmayın. Növbəti mövzumuz inşallah olacaq qalıqlı bölmə. Oldu uşaqlar, sağ olun, hələlik.